Könül müəllim, feodalizm quruluşu hansı mərhələlərdə ibarətdir? Yəni hansı mərhələlərə bölünür? Hə, feodalizmi 3 dövrə bölürük də, erkən, klassik, son. Onu deyirsiniz? Bəli, vaxtlarını da açıqla müəllimə. Aha, 5-11, 11-15, 15-17. Bəzi yerlərdə 15-19. Aha. Aha. Bəli, yəni ayrı dövlətlər. Şərqdə 15-dən 19-adır. Aha, qərbdə isə 15-17 gedir. Amma 11-15 hər ikisində klassik dövrdür. Bəli, düzdür. Şərqdə feodalizm necə idi Könül müəllim? Şərqdə feodalizm gec yaranmış, tez yaranmış, gec başa çatmışdı. 5-ci əsrdən inkişafa qədəm qoymuşdu. Təkimli deyildi, kəndliləri təkimli deyildi. Sonra nə deyə bilərəm ki, şəxsi təsərrüfatları yox idi feodalların. Sonra bu. Bəli, onlar gəlir əldə etmək üçün nə edirdilər? Xüsusi mülkiyyətlərində olan qulluq qarşılığında aldıqları torpaqlardan kəndlilərə icarə verirdilər də. Hə, icarəyə verməklə kifayətlənirdi şəxsi də. Şərqdəkilər şəxsi torpaqlarını deyil, icarəyə verməklə onun hesabına qazanc əldə götürürdülər. Çünki şəxsi təsərrüfat qurmaq istəmirdilər. Çünki o pul tələb eləyirdi, vaxt tələb eləyirdi. Onlar da buna baş qatmaq istəmirdilər. Ülkər müəllimə. Bəli. Qərbdə feodalizm necə idi? Yəni Avropada. Qərbdə feodalizmdə Roma imperiyasının dağılması ilə qonşu xalqların hücumu ilə yaranmışdı. Yəni quldarlıq dağıldıqdan sonra. Burada da elə bil hərbi başçılar, tayfa başçılar deyək, bunlar krala çevirirlər. Bu yolla ələ keçirdikləri torpaqları öz döyüşçülərə paylamaqla feodalizm şərti torpaq mülkiyyət formaları yarandı və beləliklə feodalizm quruluşu yarandı. Qərbdə feodalizm belə idi ki, 5-ci əsrdən yaranmışdı. Feodalların şəxsi təsərrüfatı var idi. Burada kəndlilər təhkimli idi. Yəni azad deyirlər. Şəxsən iqtisadi cəhətdən həm də şəxsən asılı idilər kəndlilər. Təhkimli kəndlilər yəni torpağa bağlı idilər, qul kimi bağlı idilər, yoxsa necə? Bəli, təhkimli həm iqtisadi cəhətdən, həm də şəxsən asıllıq deməkdir. Amma qul deyildilər, düzdür? Qul deyildilər. Yəni çıxıb gedə bilərdilər, yaşadıqları ərazidən tərk edə bilməzdilər, Təhkimlilər edə bilmirdi. Təhkimli kəndli bir yerdən digər yerə köçmək hüququ yox idi. Bəli, yox idi. Hətta bəzi Avropada bəzi feodallar heç onların evlənməyinə də icazə vermirdilər. Hətta bəzi yerlərdə qul kimi sata bilirdilər, ölüm cəzasına kimi verə də bilirdilər. Yəni Avropada var idi. Bəli. Mətanət müəllimə. Mətanət müəllim, Nuray müəllim. Nuray müəllim, eşidirsiniz? Bəli, axşamınız xeyir. Mən bugün qoşuldum sizə. Mövzunu əslində bilmirdim, ancaq mən də müəllimələrin dediyinə qoşuluram. Yəni Şərqlə Qərbin feodalizm quruluşları fərqli idi. Məsələn, Azərbaycanda kəndli təhkimli deyildi, feodalın şəxsi mülkü yox idi. Bunun bir də suvarma sistemləri ilə bağlıyla ki, yəni onlar üçün suvarma sistemi yarada bilmirdilər. Ona görə də onların yəni bu torpağı əkib becərmək gücü biraz zəif idi. Ancaq Qərbdəki feodal şəxsi mülkü var idi, ondan kəndlilər asılı idilər. Ancaq da yəni onlar qul deyirdilər ancaq. Nuray müəllim, düzdür, əhsən. Bu onlar ödədikləri vergiyə görə fərqlənirdi Qərblə Şərq arasında olan kəndlilər. Fərqlənirdilər, bəli. Məsələn, şimdi fərqlənmirdilər. Yox. Nəsil vergisi onda bir idi də müəllimə. O kilsələrə verilən vergi ilə yadımızda saxlasaq, deyək kilsələrə verilən vergi də onda bir idi. Ümumilikdə məhsul vergisi onda birlə götürülürdü. Həm Avropa ölkələrində, həm Şərq ölkələrində. Kilsələrdə də onda bir vergisidir. Bunu belə uyğunlaşdırıb yadınızda saxlaya bilərsiniz. Onlar fərqlənmirdi.
Bəli, Könül müəllimin sözünə qüvvət. Yəni istər şərqdə, istər qərbdə olsun kəndlilər torpaq sahiblərliyinə və dini idarələrə vergi verirdilər. İstər şərq ölkələrində olsun, istər qərb ölkələrində olsun, hər ikisində həm torpaq sahibinə vergi ödəyirdilər, həm də dini idarələrə vergi ödəyirdilər. Ona görə deyirik ki, fərq yox idi. İkisində də eyni idi. Ülkər müəllimə, bu dövrdə kəndlər istismar olunurdu. Necə istismar olunurdu kəndlər, Ülkər müəllim? Məsələn, bir yer var idi. Bir yer nə idi? İlin müəyyən əvvəldən müəyyən olmuş günləri olurdu ki, kəndli öz iş heyvanları ilə, öz təsərrüfat alətləri ilə pulsuz olaraq da belə sahibinə müftə işləyirdi, belə deyir, müftə işləyirdi. Bu məsələn, yəni kəndli belə olurdu ki, həftənin 3 gününü o bir ara gedirdi. Bir də töycü var idi ki, bu da məhsul vergisi idi. Yəni kəndli becərdiyi, heç nə olmaz, kəndli becərdiyi məhsulun müəyyən bir hissəsini yəni fiyadala verirdi. Eyni zamanda həm də kəndli dövlətə də vergi ödəyirdi. Sonralar bu ödədiyi töycü, yəni bu feodalizm inkişaf etdikcə sonraki dövrlərdə pul töycüsü ilə əvəz olundu. Bəli, pul töycüsü ilə əvəz olundu. Könül müəllimə. Bunun da səbəbi ondan ibarətdir ki, deyil, məhsul artırdı. Məhsul artan zamanda onları vaxtında yığmırdı vergi yığanlar. Bu məhsullar da orada da xarab olurdular. Və bunlar xarab olmasın deyin, sonradan onu pul vergisi ilə əvəz olundu ki, onu istifadə, yəni yığmaq vaxtında, yəni onun vaxtından asılı olmayıb pulla ala bilirdilər də, rahatçılıqla götür. Ona görə idi. Onlar məhsulu bazarda satırdılar, Könül müəllimə. Bazarda satıb pula çevirirdilər və pulla əvəz edirdilər. Yoxsa əvvəlcə gözləyirdilər ki, o vergi yığana gəlsin, bu məhsulları aparsınlar. Onlar da gəlib bu məhsulu aparana qədər nə o vergi, nətər o məhsulun sahibi kim götürənə də ziyan idi, ona aparıb çatdırıb o kimin yiyəsi idisə ona da ziyan eləyirdi. Ona görə bunun dəyişir, pul vergisi elədilər ki, aparsın vaxtında satsın, mən gələndə tutaq ki, onu pulla götürə biləm. Bu da həm də ticarətin inkişafına, həm də iqtisadi əlaqələrin genişlənməsinə səbəb oldu. Nuray müəllim. Erkən orta əsrlər dövründə Avropada feodal nərdivanı var idi. Bu nərdivan nə demək idi? Nərdivan, yəni feodallar necə deyirlər, bizim dildə desək vəzifələrinə görə bölünürdü də o nərdivan. Birinci yerdə məsələn. Necə? Nuray müəllim, buyur. Salam Mətanət müəllimə. Salam müəllim. Salam. Birinci yerdə hökmdar dayanırdı orada. İkinci yerdə cəngavərlər. Qraf bəyənsizləriydi. Baronlar, cəngavərlər. Qoy Nuray müəllim desin, Mətanət müəllim. Siz əlavə eləyərsiniz. Və ən sonda kəndlilər idi. Vassalın vassalı başqasının vassalı olurdu, yoxsa necə? Olmurdu. Olmurdu. Yalnız öz sünyoruna tabe idilər. Mən əlavə edə bilərəm. Buyur, Könül müəllim. Deyir ki, Avropa ölkələrində feodallara xidmət müqabilində feodal torpaqları, feodlar verirdilər. Bu da iri torpaqlar idi. Avropa ölkələrində bu deyil çox var irsən keçirdi və bu irsən keçənlər bu torpaqlar kral ərazilərini genişləndirdikcə o yaxın adamlarına, silahdaşlarına, sərkərdələrə torpaqlar verməyə başladı. Bu torpaqlar üst-üstə gəldikcə bunlar daha da varlanırdı. Həmin o feodallar da axı irsi keçirdi deyil, varlanırdılar və bunlar da başlayırdı özlərindən aşağıda olana başlayırdı torpağı verməyə və beləliklə vassallıq yaranırdı. Vassallıq yuxarıdan aşağı pillələrin olması idi. Bu da pərakəndəliyi yaradırdı. Niyə pərakəndəliyi onu da deyəcəm. Deyir, kral yarandı. Lap başda durur kral. İkincidə hersoq qraflardır. Üçüncüdə baronlardır. Dördüncüdə isə cəngavərlərdir. Bunlar hər biri bir-birindən asılı idi. Kraldan baron hersoqlar, qraf hersoqlar daha doğrusu, qraf hersoqlardan baronlar, baronlardan isə cəngavərlər asılı idi. Cəngavərlərin vassalı yox idi müəllimə. Siz bayaq dediniz cəngavərlərin vassalı kəndlər idi. Kəndlər heç kimin vassalı deyildi.
İndi bu hər bir də indi aşağıdan yuxarı baxanda da Cəngavərin senyoru olurdu baron, baronun senyoru olurdu qraf, qrafın senyoru isə kral idi. Kralın senyoru, yəni ağası olmurdu. Bəli, Və bunlar da deyir, vassalımın vassalı mənim vassalım deyil. Bu deməkdir ki, yalnız kral hersoq qraflara əmir verə bilərdi. Hersoq qraflar öz növbəsində baronlara, baronlar öz növbəsində Cəngavərlərə əmir verə bilərdi. Və bunların da olması birbaşa görürsüz kraldan Cəngavərə əmir getmir. Ona görə də bu da gətirir pərakəndəliyi yaradırdı. Aha, belə. Bəli, kral senyor idi, vassal deyildi. Dediyiniz kimi Cəngavərlər də vassal idi, senyor deyildi. Kəndlilər onların vassalı hesab olunmurdu. Bəli. Bir də bir söz soruşum. Mən biraz tez-tez danışıram. Bu problem yaratmır ki. Xeyr, problem deyil Könül müəllim. Ülkər müəllimə. Bəli. Onlar hansı ərazidə yaşayırdılar? Hunlar deməli ön Asiyadan Sakit Okean sahilləri arasındakı o böyük, məsələn bura Azərbaycanda daxildir. Yəni bu böyük ərazidə yaşayırdılar. Düzdür. Bunlar haqqında hansı mənbələrdə məlumat verilir? Bunlar haqqında ilk olaraq biz deyirik Çin mənbələri, sonra Eradan əvvəl 4-cü əsrə aid olan Şiz mənbələridir. Sonra Gürcü mənbələridir. Bir də o antik dövrün xəritələrindən alınan məlumatlarda rast gəlinir. Bəli, eramızdan əvvəl 2-ci minilliyə aid Çin mənbələrində onlar haqqında məlumat verilir. Eradan əvvəl 4-cü yüzillikdə Şiz mənbələrində mənbələridir. Gürcü mənbələri və antik dövrün xəritələrində məsələn rast gəlinir. Onlar haqqında məlumat verilir. Mətanət müəllimə. Xalqların böyük köçü neçənci əsrləri əhatə edir? Niyə bu xalqlar köç elədilər? Bunun səbəbi nə idi? Müəllimə, Türk xalqlarının köç etməsinin səbəbləri 4-cü, 7-ci əsrləri əhatə etmişdir. Demək, onların iqtisadi səbəbləri, siyasi səbəbləri, sosial səbəbləri var idi. İqtisadi səbəbləri o idi ki, quraqlıq, otlaqların çatışmaması, ərazilərin başqa tayfalar tərəfindən tutulması. Siyasi səbəblər də var idi. Çinin və başqa dövlətin əsarəti altında yaşamaq istəməməsi. Sosial səbəblər də vardı. Əhalinin sıxlığı və s. belə. Bəli, düz buyurursunuz. Yəni burada Asiya ərazisi, yəni Asiyada yaşayırdı da türk tayfalar. Oranda sərt iqlimi var idi. Və burada maldarlıqla, ovçuluqla xalq məşğul idilər və həmin sərt iqlim şəraiti o maldar tayfaların yeni əraziləri köç etməsinə səbəb olurdu. Bir tərəfdən əhali artırdı. Əhali artanda malqara da artırdı. Və yeni otlaq sahələrində biri digərini sıxışdırırdı, tuturdu. Digəri də məcbur olurdu başqa əraziyə köçüb getməyə. Beləliklə bir yerdən digər yerə köç etməyə başlayırdılar və səbəblərində siz sadaladınız, düzdür. Nuray müəllim. Otlaq sahələrinin azalmasıdır müəllim, eləmi? Tayfalar arasında çəkişmələr, kitablar elə verir. Bir də əhalinin sayının artması onları köç etməyə məcbur etmişdi. Bəli. 4-cü əsrlərdə. Nuray müəllim, xalqların böyük köçü zamanı hansı xalqlar iştirak eləyiblər bu köçdə? Türk soylu xalqlardır. Sonra hansı xalqlar var idi? Müəllimə, orada Hun tayfaları ən çox qərbə doğru hərəkət etmişdilər. Könül müəllim, buyur, sən də köç eləyən xalqlar əsasən hansı idi? İştirak edən. 4-7-ci əsrlər. Hunlardır, Alanlardır, Qotlardır, Slavyanlardır bunlar. Əsasən Hunların təsiri ilə Alanlar, Qotlar neyləmişdilər, köç eləmişdilər. Ülkər müəllimə, Qərb Hunlarının ilk başçısı kimləri idi? Tanrı xan. Bəli, Qərb Hunların ilk başçısı olur Tanrı xan. Tanrı xan 2-ci, 3-cü əsrlərdə Tanrı xanın başçılığı ilə, yəni hələ dövlət yaranmamış. Bəli. Bunlar Hun başçı tayfaları da Tanrı xanın başçılığı ilə Azərbaycanın şimalında möhkəmlənirlər, Anadoluya yürüş eləyirlər. Bəli. Bəs Balamir nə vaxt olur başçısı? Balamir 374-də
hakimiyyətə gəlir, dövləti yaradır, hakimiyyət ilk xanı olur. Sərhədləri İlk hardan haraya qədər idi Ülker müəllim? Gəl bunlarla Şimal, başçı cənub, olur. qərb, şərq burada necə idi sərhədləri? Avropa Hunun sərhədləri eləmi? Bəli, bəli. Avropa Hunun şərqdə Xəzər dənizini bunlarda şərq götürürük. Yəni ümumiyyətlə götürsək şərqdə yox, şərqi Avropa, şərqdə Xəzər dənizi yox. Yox, səhv getdim. Volqa çayı, İdil çayından Dunay çayına qədər olan əraziləri əhatə edirdi. İdil şərqdədir. Qərbdə İdil deyilən də. bərdədir, Şimalda- Dunay çayı bərdədir. Şimalda Baltik dənizidir. Baltik dənizidir. Cənubda isə Şimalda Balkanlar. Baltik kəndi də Aralıq dənizi. Balkan, Yox. Balkan. Balkan, Balkan yarımadasına qədər olan əraziləri əhatə eləyir. Könül müəllimə. Aha. Könül müəllimə, nə vaxtdan Balamir bunlara başçılıq etməyə başladı? Nə vaxt dövlət yaratdı? Kimləri məğlub elədi? Aha. 4-cü əsrin 70-ci illərində Balamiri görürük, hakimiyyətə sərkərdə kimi görürük də. O əvvəlcə gəlir Don İdil çaylarından keçir, sonra gedir Oskotları məğlub edir, sonra gəlir Cənubi Qafqaza səhv eləməmsə gəlir. Buradan ağarır. Yox, cənuba deyildi də. Bir hissəsi, Şimali Qafqaza onların bir Qara hissəsi dənizə Cənub Qafqazı. Anadolu şərqində. Aha. Şimali Qafqaza, sonra Qara dənizə gəlir, sonra gedir Veskotları məğlub edir və 374-də Cənubi Qafqaza düz deyirsən. elə Cənubi Anadolu Qafqaz. şərqinə yürüş edir. Aha. Sonra Mən o hissələri Qafqaz yadımda Qara saxlayıram. dənizin şimal ərazilərini ələ keçirib Dunay çayı sahili istiqamətində hərəkət eləyir. O düz dedin. Sonra Don çayı sahilini gedir. Sonra gəlir Şimali Qafqaz Qara dənizə, eləmi? Bəli, bəli. Ondan Cənubi sonradır. Qafqaza, Anadoluya gəlir bir hissəsi, bu ərazilərdən keçir. Sonra gedirlər Şimali Qafqaz Qara dəniz sahillərinə. Sonra Don çayı idi, Terek idi. O çayları gəlir, Tereki keçir, eləmi? Sonra Don da çayını 374-də keçəndə- dövlətini yaradır. Hansı əraziləri tutur? Don çayını keçir. Don çayını keçəndə Azov ətrafı ilə Tereki. Bəli, Terekdir, Kubandı bunları tutur. Aha. Sonra da 374-də dövləti yaradır. Düzdür. 374-cü ildə bu dövlətin başçısı olur, düzdür. Aha. Yəni başçılıq etməyə başlayır da. 374 ildə başçılığı. Amma dövlətin yaranması 370-ci illərdə. 74-də başçılıq eləyir. Əvvəlki kitablarda deyildi 378-ci, amma indi deyir 370-ci illər. Məsəl üçün Hun dövlətinin yaranmasını bu cür götürürük. Nuray müəllim. Bəli, müəllim, mən bu gün qoşulduğum üçün tam hazırlaşmamışam. Bir də hansı kitabdan siz tapşırıqları verirsiniz, onu bilmək istəyərdim. Ana Risayevin. Ana Risayev məndə olmadığı üçün biraz almamışam hələ onu. Müəllimə dərsli ilə oxuya bilərsiniz də, dərsli ən gözəlidir. Ən yaxşısı dərslikdir. Dərslik daha rahatdır. Bir də təzə ilə oxumuram, mən də köhnə ilə oxuyuram. Varınızsa, yəni köhnə ilə oxuyun. Köhnə ilə çalışın təzəni alın, oxuyun da. Təzə nədir ki, satışda vardır, hər yerdə var. Sifariş vermişəm, təzəni alacağım. Əslində bu əvvəlki kim... Ona görə biraz bugün acildir. Ülker müəllim. Müəllimə təzə kitabı, amma dərslik kitabı qoymayın ay müəllimə. Əgər sertifikatsızsa, dərslik kitabını əlinizdən qoymayın. Yəni anarı elə də bel bağlamayın. Həm də fikrinizdə daha yaxşı, məsələn, yeniliklər fikirdə daha yaxşı qalır. Dərslik yaxşı qalır. Bəli, anar sayı sadəcə əzbərləməyə rahatdır müəllimə, konspekt kimi. Amma dərslik mahiyyətini, indiki suallar, müəllimən də dərsini alıram. İndiki suallar, testin quruluşu, əvvəlkilər əgər dəqiq illəri soruşurdusa, dəqiq hadisəni soruşurdusa, indiki bu testdə mahiyyətlə əhəmiyyəti fərqləndirməni soruşur. Dərsliklər də sırf o üzrə yazılır. Yəni mahiyyətini başa sal, əhəmiyyəti soruşur. Yəni onları öyrədir. Ona görə dərslik anarı alsaz belə, mən də anarı da oxuyuram, amma dərslikdən də yararlanıram. Çünki əsas yerlər dərslikdə rahatdır. Anar İsayev belədir ki, belə əsas şeylər. Amma dərslikdə daha rahat elə bil yadda qalır. Düzdür, Anar İsayev dərslikdən nə verirsə hamısını salır ora.
bəzi məsələn o cümlələri salmır, amma testə düşən nə varsa salır. Sadəcə dərsi oxuyarkən daha yaxşı anlayırsan, daha yaxşı yaddaşda qalır. Ülker müəllimə, Avropa əhalisi Attillanı necə adlandırırdı? Attillanı Bəli. Tanrı qırmancı Attila, bir də dünyanı titrətmək üçün doğulan Attila adlandırırdılar. Aha. Tarixçilər onu İskəndər. kimlə eyniləşdirirdi? Makedoniyalı İskəndərlə Yuli Sezarla eyniləşdirdilər. Düzdür. Nə vaxt başladı dövlətə başçılıq etməyə? Deməli 434-cü ildə qardaşı Breda ilə birlikdə başlayır, amma 445-dən tək idarəçiliyə başlayır. Bəli. Neçənci illərdə hakimiyyət illəri? 453-ə qədər 434-453-cü illər hakimiyyət illəridir. Düzdür. Birinci Bizans müqaviləsini nə vaxt bağlayır, ikincini nə vaxt bağlayır? Bəli, birinci Balkan səfəri olur onun 434-cü ildə Şərqi Roma, Bizansa və burada Konstans sülhünü imzalayır. Bu müqavilədə nə deyirdi? Deyir, Bizans bu ticarət müqaviləsi idi. Ticarət əlaqələri bunlar arasında tənzimlənir. Bir də Attilaya Bizansdan illik xərac almağa məcbur eləyir onu verməyə. Və beləliklə qərbbdəki hakimiyyətini möhkəmləndirmiş olur. Bəs niyə Amma ikinci dəfə gedir yenidən bu müqaviləni yeniləyir? Bizans imperatoru bu Hunları zəiflətməyə çalışırdı. Ona qoşulan tayfaları hədiyyə verməklə, nə bilim, qorxutmaqla onlara qarşı, Attilaya qarşı yönəltmək istəyirdi və bu səbəbdən də Attila növbəti dəfə Konstantinopolun deyir qala divarları 447-ci ildə 2-ci Balkan yürüşünü eləyir və bu zaman Bizansı artıq daha böyük məbləğdə illik xərac verməyə məcbur eləyir. Düzdür. Könül müəllim. Bəli. Attila dedi, bax, Şərqi Roma imperiyası ilə belə müqaviləni bağladı, öz hakimiyyətini möhkəmləndirdi. Sonra özünü tutdu Qərbi Roma imperiyasına, düzdür? Bax, burada nə elədi? Qərbi Roma imperiyasına başladı. Əvvəlcə getdi Qalliyə. Qalliyə Fransanın şimal-şərqi olmalıdır, səhv eləmirəmsə. Fransanın şimal-şərqində ərazi idi. Deyir, əvvəlcə Qalliyaya gedir. Qalliyanı götürdükdən sonra Burqundiyaya hücum eləyir. Burqundiyanda hücum edərək Orlean şəhərini tutur. Orlean şəhərini tutduqdan sonra bu Katalan döyüşünə hazırlaşır. 451 Katalan döyüşü idi. Katalan döyüşündə buna qarşı Qərbi Romalılar kimlərdən? Qotlar idi, Franklar idi, bir də muzlu döyüşçülər tutmuşlar ki, buna qarşı vuruşsunlar. 451 heç birinin döyüşü, yəni heç bir tərəf qalib gələ bilmədi. 452-ci ildə isə yenidən ora hücum eləyir. 451-də Romalılar geri çəkiləndə deyir, onların arxasından getmir. Səbəb də ondan ibarət idi ki, Romada güclü xəstəlik yayılmışdı əsgərlər arasında və bu ona görə onların arxasından getmədi. 452-də amma dallarla gedir və gedən zaman o Romanın papasını deyir də, Roma imperatoru idi, papası idi. O deyir, buna xahiş eləyir ki, yəni Romanı dağıtmasın. Və bu da oranı dağıtmır, amma orada üstünlüklər əldə eləyir. Hətta o 451 Katalan döyüşündə buna qarşı çıxmış Qotları, Frankları və digər tayfaları ağır cəzalandırır. Sonra geri qayıdır və hazırlaşır Sasanilərin üzərinə yürüş eləməyə, qəfil müəmmalı şəkildə ölür. Bəli. Burnundan deyir qan açmaqla, güya belə yazırdılar ki, ölür. Atisin haqqında nə məlumat verilir? Aitisi onun uşaqlıq dostuydu. Bir tərəfi Qot idi, bir tərəfi də Hun idi. Yəni ana tərəfi səpələməmişsə. Anası Romalı idi, atası Alman idi. Könül müəllim. Bəli? Atası Alman idi, anası Romalı idi. Uşaqlıqdan deyir o burada bununla bir yerdə böyümüşdü. Onda səbəbi ondan ibarət idi ki, Aitisi əsirlikdə böyümüşdü. Nəsə belə bir şey idi. Hunlar əsir götürür, ona görə dost olurlar. Bir yerdə böyümüşlər, silah yoldaşı idi. Amma bu Katalan döyüşündə üz-üzə gəlməli olurlar. Bəli, elə bil ki, o əsirlikdə olanda Hunların döyüş üsulunu öyrənir. Çox məharətli olur. Ona görə də Roma onu gətirir, ordunun başçısı təyin eləyir. Tarihi də belə gətirir ki, Katalan döyüşündə üz-üzə gəlmiş olurlar. Ülker müəllimə.
Atilla'nın vəfatından sonra onun oğlanları dövləti necə idarə elədilər? Onun kimi idarə eləyə bildilərmi? Atilla'nın ölümündən sonra böyük oğlu gəlir hakimiyyətə. O da Almanlar qiyam qaldırır. Alman tayfalarla döyüşdə qəhrəmancasına həlak olur. Amma bax elə bunun ölümündən sonra da Hunların artıq hərəkatı başlayır. Onlar Qaradənizin şimalına gedirlər. Qafqaza, bir də Macaristanda məskunlaşırlar. Macaristanda da Cəbər xanı deyirlər, Cabada deyirlər. Macaristanda o yeni dövlət yaradır. Yəni bunun haqqında da o qədər əfsanələr yaratmışlar. Hətta Macaristanda paytaxtı Budapeştdə onun heykəlini də qoymuşlar. Amma 470-də ümumilikdə Avropa Hun dövləti süqut eləyir. Bəli, o 470-də süqut eləyəndən sonra Hunlar Qaradənizin şimalına, Qafqaza, Macaristana elə bil məskunlaşmış olurlar. Kiçik oğlu Macaristanda dövlət yaradır. Bəli, düzdür. Onun haqqında Demək süqutdan sonra Bəli, süqutdan sonra Hunlar Qaradənizin şimalına, Qafqaza, Macaristanda elə bil məskunlaşırlar. Amma On deyir ondan sonra Macaristana dəvət təşkilləndən sonra Macaristanda özünün dövlətini yaradır. Bəli, 470-ci ildə yaradır həmin dövləti. Aha. Bəli, 470-ci ildə Caba Macaristanda özdə o Atilla'nın kiçik oğlu idi. Böyük oğlu almanlarla, qotlarla döyüşdə üsyan Döyüşəndə qaldırırlar. öldürülmüş. Bəli, orada öldürülür. Amma kiçik oğlu bu idi ki, bu Macaristanda dövlət yaradır. Mətanət müəllim. Mətanət müəllim eşidirsiniz? Ülkər müəllimə, Axunlar hansı ərazidə məskunlaşmışdılar? Axunlar da deməli Qafqazdan Hindistana qədər olan ərazilərə məskunlaşmışlar. Konkret olaraq ərazilərini desək, deməli haraydı? Mərkəzi Asiya idi, Əfqanistan idi. Bir də Hindistanın şimal-qərbinin bir hissəsi Axun dövlətinin ərazisi hesab olunurdu. Bəli, İranın da elə bil yaylasının şimal-şərq hissəsi, bir hissəsi də elə bil o ərazilərdə daxil olur. Yəni indi onu o 5-ci əsrin ortaları üçün deyirik ki, İranın şərqi bir də Türkistanı. Yaxşı, bu qədim dövrlərdə Axunlar necə adlanırdı? Orta əsrlərdə necə adlandırıblar? Qədim dövrdə deməli Kadusilər, orta əsrlər dövründə də Abdallar adlandırırdılar bunları. Abdalları Kadusilər qədim dövrdə orta əsrin Abdallarını Axunlar adlandırırlar. Çünki bu Antioxiyalı İohan deyir ki, İberiya onların qonşusu olub. İber hökmdarı Frasman da deyir, bu Axunlar hakimiyyətə gətirib. Antioxiyalı İohan deyir ki, Kadusilər Axunlar hesab olunur. Axunlardır. Amma Pyotrun həyatlı mənbədə isə İberlər onların qonşuları olub və Frasman hakimiyyətə Axunlar gətirib. Bəli. O hansı ki, İber hökmdarı. Axunlar həm də 5-ci əsrdən Eftal xanın adı ilə Eftalitlər də adlanırdı. Bəli, Eftal dövləti də, məsələn, Axunlar dövləti, Eftal dövləti, yəni eynidir. 5-ci əsrdə Eftal xan gəldiyinə görə dövləti Eftalitlər dövləti də adlandırıblar. Könül müəllim, Asiya Hun xaqanlığının dağılmasından sonra Hunlar hansı istiqamətə köç elədilər? Asiya Hun dövlətinin dağılmasından sonra onların bir hissəsi İdil çayı tərəfə köçdülər, bir hissəsi də Türkistana tərəf, Qərbi Türkistan tərəfə köçdülər. Düzdür. Nə vaxt Axun dövləti yarandı? Axun dövləti 4-cü əsrin ikinci yarısından yarandı. Düzdür. Ərazisi hansı ərazi idi? Ərazisi deyəndə Qobus ərazisindən Xəzər dənizinə qədər əraziləri əhatə edirdi. Üçər dedi Şimal-Qərbi Hindistan, sonra Monqolistan, bir də haraydı yadıma salsam Əfqanistan. Əfqanistandır, Şimal-Qərbi Hindistanın bir hissəsidir, düzdür. Qərb qonşuları kimi idi, şərq qonşuları kimi idi. Qərbində Sasanilər idi, şərqində də Göytürklər. Düzdür. Paytaxtda hansı şəhər idi? Paytaxtda da Sakala şəhəri idi. Düzdür, Sakala şəhəri idi. Historiya adı ilə kimdir?
Ülkər müəllimə, Ağsuvar xanın hakimiyyəti illəri, Ağsuvar xan nə vaxt hakimiyyətə gəldi? 430-cu ildə Ağsuvar xan gəlir hakimiyyətə. Gəldikdən sonra o fəal xarici siyasət yürüdür. Yəni belə ki, qonşu ərazilərə keçirir. Sonra Sasanilərə qarşı qalibiyyətli müharibələr aparır. Sonra 5-ci əsrin ortalarında Türkistanı, sonra İranın şərqini ələ keçirir. 484-cü ildə də Herata Sasanilərin üzərində qalib gəlir, qələbə çalır və Heratı ələ keçirir. Mərv yolu üzərində olan Heratı tabe eləyir. Sonra kimi hakimiyyətə gətirir, Sasani taxtına çıxarır? Sasanilərdə o Firuz şahı hakimiyyətə gətirir. Firuz şahlarda arasında bir-iki dəfə də belə müharibələr olur. Çünki onu hakimiyyətə gəlir, amma Firuz şah buna qarşı çıxır. O Turan taktikasından istifadə edən Ağsuvar xan sonda Firuz şahı və ordusunu da məğlubiyyətə uğradır və o xəndəklər qazır. Yəni belə bir proseslər olur. Belə. Yəni Firuzdan sonra da hakimiyyətə gəlir oğlu 1-ci Qubad. Qubad da Məzdəkilər hərəkatı zamanı 481-529-da gəlir Axun hökmdarına sığınır və bu zamanda o Axun hökmdarının qızı ilə evlənir və Məzdəkilər hərəkatının yatırılmasında və Qubadın hakimiyyətə gəlməsində də Axun hökmdarının köməyi olur və Xosrov Ənüşravanın anası Axun hökmdarının qızı olur. Bəli, Turaman Təkinin qızı idi. Könül müəllimə. Mehrəqula nə vaxt hakimiyyətdə oldu? O nə elədi? O nə yaratdı? Nə iş gördü? Haranı tutdu? Mehrəqulu xan Sasani neymiş? Axunların ən güclü hökmdarlarından biri idi. Onun dövründə əsasən hərbidə islahat elədi, nizami qoşun yaratdı, güclü nizami qoşun yaratdı. 700 minə qədər döyüş fili aldı. O da döyüş filini nədən elədi? O Şimal-Qərbi Hindistanı ələ keçirəndən sonra səhv eləmirəmsə o 700 min döyüş filini əldə eləməyə nail olmuşdu. Sonra bir də hara qədər gedib çıxmışdı, qoycuyum yadıma sala bilsəm. Hara qədər? Aral gölünə, Tibet dağlarına, Xəzər dənizinə. Hindistanın şimalı. Araldan Aral Tibetə gölü, Tibet dağları, Xəzər dənizi. Bax, onları yadımda dəqiq saxlayamam. Mən konkret illəri saxlaya bilmirəm. Bu ərazilər mənim olmaq Könül müəllim, sərhədlər düşmür belə. Narahat elə, olmayın. Allah üzümə baxacaq. Nə vaxt müttəfiqlər Axunlara qarşı birləşib onu süquta uğratdılar? Könül müəllim. Müttəfiqlər ki. Müəllimə? Müttəfiqlər nə vaxt onu süquta uğratdılar? 567-ci ildə Sasanilərlə Göytüşlər, söhbət 1-ci Göytüşlərdən gedir. Göytüşlər birləşərək Axun dövlətinin varlığına son qoydu və onu 2 yerə böldülər. Sonradan özləri də bu torpaqlar uğrunda rəqibə çevirirlər. Düzdür. Ülkər müəllim. Göytürklər hansı mənşəlli idilər? Hansı sülalədən idilər? Göytürklər Aşina sülaləsindən idilər. Aşina sülaləsindən olan ikisini deyirik. Göytürkü deyirik, bir də Xəzərləri deyirik. Bunların da yəni Hun mənşəli Aşina sülaləsindən budur. Bu ərazilərini də deyilmi? Deyil, müəllimə, deyil. Göytürklərin əraziləri də yenə açar olaraq Xəzər dənizini götürürük. Qara dənizi də hətta deyə bilirik, xəritə ilə desək. Altay dağlarının ətəklərindən məskunlaşmışlar. İlk olaraq deyir Göytürklər bu ərazidə olan Jujanların əsarəti altındaydı. Yəni avarların əsarəti altındaydı və hətta deyir avarlar, bunlar dəmirçiliklə məşğul olurdular. Jujanlar üçün silah düzəldirdilər. Və 552-ci ildə Aşina nəslinin başçısı olan Bumin Xaqan üsyan edir avarlara qarşı və 1-ci Göytürk dövlətini yaradır. Paytaxtda olur Ötükən şəhəri. Düzdür. Yəni ilk türk adı çəkilən dövlət hesab olunur. Düzdür. Könül müəllimə. Könül müəllimə, burada Göytürk dövləti şərti olaraq neçə hissəyə bölünürdü? Deyir Göytürk dövləti ərazisini böyütdükdən sonra onu idarə etmək çətinləşirdi. Bəli.
Könülməli. Bu da ərazini idarə etmək çətin olduğuna görə bu ərazi şərti olaraq bölünürdü. Əsas yerləri xaqan idarə edirdi. Köməkçisi isə Yabqu yaxın adam mənasını verirdi. Hökmdarın yaxın adamı, yəni qardaşı, oğlu ola bilərdi. O da digər ərazilərə rəhbərlik edə bilərdi. Məsəl üçün burada deyir ki, Göytürklərdə Muğan xaqan idarə edir. Qərb qanadını isə daha doğrusu Bumi xaqan, qərb qanadını isə İstəmi xaqan idarə eləməyə başlayır. Bir tərəfdə Muğan, digərdə isə İstəmi xaqan idarə eləməyə başlayır qərb qanadını. Muğan xaqan nə vaxt hakimiyyətə gəldi? Muğan xaqanın hakimiyyətə gəlməyi bu kişinin ölməyindən sonra idi. Bir il olub. 555 idi də, səhv eləmirəmsə onun hakimiyyəti. Bir il hakimiyyətdə idi. Bir il, 53-ə, 55-dir. Bəli, Muğan xaqan hakimiyyətə gələndən sonra Könülməlim neynir? Muğan hakimiyyətə gələndən sonra nə vardı? Muğanın hakimiyyəti dövrü dövlətin ən qüdrətli dövrü idi. Çin əsarət altına salmağa başladı. Atası kimi Juanları məğlub elədi, yəni avarları məğlub elədi. Sonra Xəzərləri özünə tabe eləmişdi. Qərb qanadına qardaşı İstəmi xaqan idi ki, o daha doğrusu qərb qanadına deyir qardaşı İstəmi xaqan başçılıq edir. İstəmi xaqan Xəzərləri məğlub eləmişdi. Bizansın deyir üzərinə İstəmi xaqan uğurlu yürüş eləmiş, amma ki onlarla diplomatik əlaqədə vəziyyəti saxlamağa çalışmışdı. Bunun da səbəbi ondan ibarət idi ki, onlar biz dedik 567-ci ildə Axunların varlığına son qoymuşdular. Sonradan artıq bunlar arasında o torpaqlar uğrunda narazılıqlar başlamışdı ki, ona görə hər ikisinin rəqəbi Sasani olduğuna görə, ortaq düşmənləri olduğuna görə bunlar diplomatik əlaqədə qalmağa çalışmışdılar. Sasanilər məsələn Göytürkləri necə sıxışdırırdılar ki? Hansı cəhətdə? Sasanilər bunları ərazilər baxımından idi. Mühüm ticarət yolları. Bəli? Mühüm ticarət yollarını məhdudlaşdırırdılar. Mühüm ticarət yollarını deyir, onlar məhdudlaşdırırdı. Bu Göytürklərdə deyirlər ki, əgər Sasanilər əvvəllər Axunlara xərac verirdi, indi də gətir mavir. Bu da onlar arasında narazılığa gətirib çıxartmışdı ki, sonunda Sasanilərə bunlar qalib gəlmiş, Saqdiniya vilayətini belə Muğan xaqan ələ keçirməyə nail olmuşdu. Düzdür. Ülkər müəllimə, Muğan xaqan və İstəmi xaqan öləndən sonra 1-ci Göytürk dövlətində vəziyyət necə oldu? Bunların vəfatından sonra Göytürk dövlətində artıq hakimiyyət uğrunda, bunlardan sonraki varislər arasında hakimiyyət uğrunda mübarizələr başlayır. Ona görə də bu daxili ziddiyyətlər nəticəsində məsələn necə olur da, anası Çinli olan şahzadə istəyir ki, Çinə yaxınlaşdırsın dövləti, amma türk inanclarına yad olan da o buddizmi yayır. Beləliklə, bax, belə varislər arasında mübarizə nəticəsində Göytürk dövləti parçalanır iki hissəyə. Şərqi Göytürk dövlətinə bu 6-cı əsrin 80-ci illərində, 588-ci ildə və bundan da istifadə edən, bu çəkişmələrdən istifadə edən Çin hər iki artıq parçalanma da zəifləmə deməkdir. 634, yəni belə desək 7-ci əsrin 30-cu illərində Şərqi Göytürkü, 7-ci əsrin 50-ci illərində 659-da bu deyilir, Qərbi Göytürk dövlətini asılı hala salır. Hər ikisi Çindən asılı hala düşür və Qərbi Göytürk dövləti süqut eləyəndən sonra ərazisində hansı dövlət yaranır? Qərbi Göytürkdən sonra 7-ci əsrdə Xəzərlər Göytürklərin varisləri götürülür. Düzdür. Könül müəllimə, Kürşad üsyanı nə vaxt baş verdi? Kürşad üsyanı səhv eləmirəmsə 630-cu ildə 639-cu ildə Kürşad üsyanı baş verdi, 40 nəfərlik dəstəklə idi. Onlar deyir, oxu dünya, göyün üzünü çəpəcək qədər deyir, oxlarla səpdilər, amma sonunda məğlub oldular Kürşad üsyanı. Onda deyir, qarşı tərəf Çin soruşanda ki, Çin hökmdarı soruşanda ki, Kürşad öldü mü? Onlar deyirlər ki, Kürşad ölmədi.
Şuşa sadəcə məğlub oldu. Bəli. Amma o 639-da Çinə qarşı olan bu üsyan yatızdırılsa da 682-ci ildə yeni bir üsyan qalxır ki, bu yeni bir dövlətin ikinci dəfə, ikinci Göytürk dövlətinin yaranmasına kömək eləyir. Səbəb olur. Bəli, o 682-ci ildə üsyanı qaldıran kim idi? Qutluq Xaqanı idi. Xilaskar mənasını verdiyinə görə ona Eltəriş adını verirlər. Elin xilaskarı mənasında Eltəriş deyirlər. Eltəriş də deyirlər. Əhsən. Bəli. Onun məsələn dövləti möhkəmləndirməsində, bərpa etməkdə mühüm rolu olan Tony Cook'un böyük rolu olmuşdu. Tony Cook da onun baş vəziri idi. Sonra Tony Cook ondan sonra həm Qapağanda, həm də ki onun uşaqları olan Bilgə Xaqanın hakimiyyətində Kutucində əsgər olub da, döyüşçü olub, ordu başçısı olub. Yəni onlara məsləhət verən olmuşdu ki, dövlət onlarla bərabər güclü olub. Sonra deyir Kutucin, Bilgə və Tony Cook'un ölünməyindən sonra ikinci Göytürk dövləti zəifləyib parçalanmağa getdi. Düzdür. Ülkər müəllimə, Bəli. Qapağan xan neçənci illərdə hakimiyyətdə oldu? Qapağan Xaqan 692-716-cı illərdə hakimiyyətdə olur. O İltəris Xaqanın qardaşı idi. O uşaq Bilgə ilə Gültekin uşaq olduqlarına görə, az yaşlı olduqlarına görə o qardaşı Qapağan hakimiyyətə gəlir, amma onu uşaqlarla birlikdə hakimiyyəti idarə eləyirlər deyə onlar da bu idarəçilikdə bişmiş olurlar da, belə bu cür böyüklər. Və Qapağan Xaqanın zamanında deyir, 2-ci Göytürk dövləti daha da gücləndi. Bəli. Bəs Bilgə Xaqan nə vaxt hakimiyyətdə oldu? Xaqan 716-734-cü illərdə hakimiyyətdə olubdu. Bu dövrdə 2-ci Göytürk dövləti ən yüksək inkişaf dövrünə çatır, sonra Çinlə mübarizə aparır. Sonra bütün o Türk tayfaları, Mərkəzi Asiyada olan Türk tayfalarını Göytürk dövlətinə tabe eləyir. Onun məsləhətçisi olur Tony Cook. Sonra qardaşı Gültekinlə Tony Cook'la birlikdə məsləhətləşərək o dövləti idarə eləyirlər. Yəni Çin üzərinə də həmişə uğurlu yürüşləri, yəni Gültekin də eləyib, Bilgə də eləyib. Aha. Könül müəllim, bu Tony Cook'u qərb tarixçiləri necə adlandırırdılar və o hansı məsləhətləri, Bilgənin məsləhətlərinə etiraz eləyib? Aha. Deyim. Türklərin Bismarck adlandırılırdı qərb tarixçiləri tərəfindən. O qədər uzaq görən, o qədər siyasətçi olduğuna görə idi. Hətta deyir, türklər axı Çinlilərlə Göytürklər olsun, istər Hunlar olsun, Çinlərlə əlaqələri olmuşdu və bu Göytürklər də Çinlilərdən o hasarlamanı öyrənmək istəyirlər. Onlar deyirlər ki, qalaları, müdafiə qalası kimi qıraqlar hasarlansın. Onda Tony Cook buna qarşı gəlmişdi. O demişdi ki, bizim özəlliyimiz, uğurumuz bizim köçəriliyimizdə, azadlığımızdadır. Yəni biz sərbəstliyimizdədir. Yəni biz düşməndən qorunmaq üçün lazım gələrkən aktiv gedə bilirik də başqa yerləri. Sonra həmçinin həmçinin də bir də onlarda səhvləmirəmsə nədir o buddizmə meyilli işlər görmək istəyirlər. Buddizm cüzərtiləri olan məbədlər tikmək istəyirlər ki, axı dedik biz oradakı Göytürklərdə buddizm meyillilik var idi, Çin meyillilik var idi və bunların da qarşısına onlar buddizm məbədlər tikmək istəyəndə belə ona qarşı gəlmişdi ki, olmaz. Bəli. Əhsən. Ülkər müəllim. Bəli. Ülkər müəllim, bəs Bulmun Xaqan öləndən sonra dövlətdə necə bir vəziyyət yarandı? 8-ci əsrdə Bilgə, 8-ci əsrin 30-cu illərdə, 34-də deyirik, Bilgə öləndən sonra da Tony Cook, yox, əvvəlcə Tony Cook, arxasınca da Bilgə deyir, ölür. Bundan sonra artıq dövlətin zəifləməsinə elə bunlar səbəb olur da, bunların ölümləri. Sonra Gültekinin deyir, az yaşlı oğlu gəlir hakimiyyətə, amma Göytürkün o şəhzadələr tərəfindən narazılıqlar tərəfindən də çəkişmələr artır onlar arasında. Ona görə beləliklə də bu çəkişmələrdən istifadə edən, tabe olan xalqlardan biri olan Uyğurlar üsyan qaldırır və 744-cü ildə 2-ci Göytürk dövlətini süquta uğradırlar və yerində Uyğur dövləti yaranacaq. Əhsən. Könül müəllim, Finikiyalılar ən yaxşı gəmi qayıranlar nə vaxt olublar?
Eramızdan əvvəl 2-ci minillik. Əhsən, Ülkər müəllimə. Bəli. Nə vaxt Şumerlər təkər ixtira elədilər? Təkər eradan əvvəl 4-cü minillikdə. Əhsən, düzdür. Könül müəllimə. Hı. Mohenjo-daro, Harappa şəhərləri nə vaxt yaranmışdı? 2-ci minilliklər. Bəli. Eradan əvvəl. Nə vaxt oranı? Əzəmət mətanət müəllim qoşulmur. Bəlkə deyirəm o da demək istəyir. Bayaqlar mən müraciət elədim, Mətanət müəllim nəsə səsini çıxarmadı. Könül müəllim nə vaxt oranı tərk ediblər? 2-ci minillikdə 2-ci minilliyin ortalarında məlumat yoxdur hələ də ki, onlar niyə təşkil ediblər həmin əraziləri. Bəli, məlum olmayan səbəblərdən 2-ci minillikdə buranı tərk ediblər. Düzdür. Mətanət müəllim, eşidirsiniz bizi? Ülkər müəllim, Musey nə idi? Musey muzeylər, hə, mən də muzeylər. Muzaların məbədidir. Yunan əsatirlərində muzalar nəyə deyilirdi? İlahələrə. Kahinlərə, Elm və incəsənəti himayədar edən ilahələr idi. İlahələrə. Elm və incəsənətin himayədarları idi. Onlara deyilirdilər muza. Şəhərdə o dövrdə Babu İskəndəriyyə şəhəri var idi. 2 böyük alim çalışırdı. O alimlər kim idi? Ximiyyət və İlən hakim. Evkilid idi, düzdür. Könül müəllimə. Finikiyalılar nə vaxt koloniyalar yaratdılar? Koloniyaları yaratmaqları görək, o da 2-ci minillik olacaq da yəqin ki. Eramızdan əvvəl, bəli, 2-ci minillikdə 16-cı əsrdə eramızdan əvvəl. Düzdür. Peloponeso döyüşü Ülkər müəllim nə vaxt baş vermişdi? Peloponeso döyüşü eradan əvvəl 525-ci ildə. Əziz müəllimə, Yunan koloniyalarını 2-ci minillik dediniz. O, Hədə 16-cı əsr deyəndə 2-ci minillikdir də. 2-ci minillik birinci yarısıdır. 6-cı əsrlər Bu Yunanlar da yukarıda. Finikiyalıları deyir. Finikiyalıları. Finikiyalılar. Ülkər müəllim, nə sual verdim sizə? Nədir? Peloponeso döyüşü kimlər arasında olur? 325-ci ildə Əhəmənilərlə Kambiz və Misirə hücum eləyir. Misirlərin idarəçiliyi, özlərinin Misiri idarə etmələrinə son qoyulur. Yeni hökmdarların idarəçiliyinə son qoyulur. Bəli. Könül müəllim, nə vaxt Şumerlərdə ilk yazı, şəkli yazı yarandı hansı şəhərdə? Şəkli yazı? Bəli, hansı şəhərdə nə vaxt yarandı? Mənə ağla qoyur şəkli. 4-cü minilliyin sonlarında. Zəratran, Bağlıcəmə. 4-cü minillikdə Uruq şəhərində yaranmışdı. Uruq şəhəri. Uruq şəhərini bilirəm, amma bilmirəm neçənci minillik oldu, bəlkə belə ilə əzbərləyəmədim. 4-cü minillikdə. Ülkər müəllimə, Avropada ilk dövlət nə vaxt yaranmışdı, harda? Avropada ilk dövlət Kritdədir. Eradan əvvəl 3-cü, 2-ci minillik götürülür Krit sivilizasiyası. Və nə vaxt bəs o yoxa çıxdı? Yəni 2-ci minillikdə o yaxınlıqda olan adalarda vulkan püskürməsi nəticəsində Krit mədəniyyəti məhv olur. Bəli, 2-ci minilliyin ortalarında, düzdür. Könül müəllim, Afinada gümüş fillar nə vaxt kəsilməyə başladı? Afinada 6-cı əsrdə. 7-ci yüzyıl. 6-cı əsrdə strateqlərdir. Ülkər müəllim, Pun müharibələri nə vaxt əhatə eləyir? Eradan əvvəl 264-146-cı illər Pun müharibələridir. Düzdür, əhsən. Könül müəllimə, Qayqıraq, Tiberi qıraq müvafiq olaraq neçənci illərdə hakimiyyətdə olmuşdu? 133, eradan əvvəl 123. Əhsən, düzdür. Ülkər müəllimə, Pinçen döyüşü nə vaxt baş verdi? Eradan əvvəl 200-cü ildə Yun sülaləsindən Çinlilərlə Asiya Hun dövləti Mete ilə. Mənə deyirəm, eradan əvvəl 200-cü ildə Çində hansı sülalə idi? Çində qoy deyəcəm. Eradan əvvəl 200-cü ildə
Ha. Xan sülaləsi. Bəli, 206. Ay, şəhərdə Eramızdan danışma. əvvəl 206-da gəlmişdi Xan sülaləsi, eramızın 3-cü əsrinə qədər hakimiyyətdə olmuşdu. Bəli, Xan sülaləsi ilə Mete xan arasında olmuşdu, düzdür? Orada Çin imperatoru Kautin idi. Amma Han Yun. bəli, burada isə nə idi? Mete idi. Yaxşı, Ülker müəllim, Pinçen sazişində nə göstərilirdi? Çin sazişinə görə Çinin şimalı Hunların tabeçilinə keçir. Çin ipəklə xərac ödəyir. Bir də ipək yolu ticarət yoluna nəzarət keçir Hunların əlinə. Düzdür. Könül müəllim. Könül müəllim, bax, Afina şəhər dövlətində idarə etmə üsulu necə idi? Ha, idarə etmə üsulu 7-ci əsrdən oliqarxiya idi. Bəli, oliqarx idi, düzdür. Bu polis şəhər dövlətlər dediyimiz polislərdir də. Bu nə vaxt Onlar da yaranmışdı? 8-ci əsrdə. Eradan əvvəl 8-ci əsr. Əhsən, düzdür. Ülker müəllim. Yəni, Ülker müəllim, Aşoka dövləti nə vaxt yarandı? Aşoka dövləti, yəni Hindistanda vahid dövlət, deməli eradan əvvəl 3-cü əsrin ikinci yarısında. Aşoka hansı heykəl qoyulmuşdu onun dövründə? Şir heykəli, eləmi? Bəli, 4 şir heykəlidir ki, onun dövründə olubdu. Eramızdan əvvəl 3-cü yüzilliyin ikinci yarısında Hindistanı vahid dövlətdə birləşdirmişdi və onu öz islahatlarını neçə kitabada qoydurmuşdu? 33 kitabıda. Aşoka dövlət 4-cü əsrin ikinci yarısı, eləmi? Əzəm yoxsa 3-cü əsr? 3-cü yüzilliyin ikinci yarısı. Bunu həm Hindistanda deyirik, həm 3-cü yüzilliyə görə həm Hindistanda deyirik, həm Çində deyirik, həm də Hunlarda deyirik. Hunlarda, bəli. Bəli, üçündə də 3-cü yüzillikdə. Eləmi? Könül müəllim, Ha. Çində ilk quldar dövlət nə vaxt yaranmışdı? Hansı qəbilələr yaratmışdı? Han qəbilələri idi. Nə vaxt yaratmışdı? Eradan əvvəl 5-ci əsr. İkinci minillikdə, düzdür. 2-ci minillik. Ülker müəllim, nə vaxt Şərqi Hun dövləti süqut elədi? Şərqi Hun dövləti, Bəli. Şərqi Hun dövləti. Eradan əvvəl 7-ci əsrin 30-cu illərində. Eramızın 3-cü yüzilliyində Şərqi Hun dövləti süqut elədi. Eramızın 3-cü yüzilliyində. Şərqi Hun, onu mən bildim, o Asiya Hundan olan. Asiya Hun olandı o. Bu Asiya Hun dövlətidir. Şərqi Hun dövləti deyirik, düzdür. Könül müəllim, Babil şəhər dövləti nə vaxt yaradılmışdı? Kim tərəfindən? Babil şəhər dövləti. Aha. Hə, o Samovan tərəfindən yaradılmışdı. Nə vaxt? Allah. Ari tayfaların Hindistana gəldiyi vaxt. 2-ci minillik. Bəli, 2-ci minillikdə. Ülker müəllim. Hə, Samovan tərəfindən yaradılmışdı. Sumuabindir, Samuabin yox, Sumuabin tərəfindən. Ülker Hə, müəllim. Samovan. Babilin ikinci dəfə yüksəlişi neçənci əsrdə baş vermişdi? Babilin Bəli. eradan əvvəl 7-ci əsr. Bəli, 7. Nə vaxt Babil şəhər dövlətinin varlığına son qoyuldu? Şahlığına daha doğrusu. 639. 539-cu ildə. 539 Kamizlə. 639 Kürşaddır. Ondan bəlkə elə bir yadında saxlayıbsan. Könül müəllim. Bəli. Şumerlər nə vaxt Mərkəzi Asiya Altay dağlarının ətəklərinə gəliblər? 6-5-ci əsrlər eradan əvvəl. 7-6-cı minillik. Ancaq 6-cı minillik eradan əvvəl harda məskunlaşdılar? Nə? Həmin Şumerlər eradan əvvəl 6-cı minillikdə harda məskunləşdilər? Məskən saldılar. Mesopotamiyanın Cənubunda. Bax gəlişləri bu əraziyə eradan əvvəl 7-6-cı minillikdə. Amma Mesopotamiyanın cənubuna 6-cı minillikdə yerləşdilər, əkinçiliklə məsələn başladılar orada gözəl bir təbiəti olan əraziyə çevirdilər.
Ülker müəllim, Bəli. bu Günəş və Su saatın kimlər yaradıb da? Misirlilər. Düzdür. Könül müəllim, 24 metr hündürlüyündə heykəl, 12 metr hündürlüyündə heykəl. Aha. Bunlar 24 metrelik, Hə, bir de 12 metrelik. bir də 12 metrlik heykəl. Onlar biri Afina'da 12. Afina heykeli. Afina'nın heykeli olandı. Fidinin düzelttiği 12 metrelik. Aha. Aha. 24 minlikte səhv eləmirəmsə o Xeopsun şərəfin olandı. Yox. Piramida. Xeyab 147 metrdir. 147'de ha. Zevsin eləmi 24 metr? Yox. 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 Nubiyada şeydi. Ha. O kişinin adı Ramzesin. Hə, ay sağ ol. Və 147, 140. Ya 147, 147 olan Xeops'tu. 140 da Ha. 140 da neydi? Onu unuttum axı. Ülker müəllim kömək elə. 140 nə idi? 140 bəlkə Mayakdır İskəndəriyə. Hə, odur. Biri də var da, biri də var. 40 olan nə idi? 40 olan. Obelix. 40 olan nə idi? Obelix deyil. 40 olan, 40 olan. 40. Bilmirəm. Trayanın sütunu idi da. 40 dedim. Ben onu demək istəyirəm. Etsin onu. Ay, ağlımdakı odur ya. Trayan. Könül müəllim, Hə. Konstantin 313-cü ildə nə iş gördü? Milan təqvimini 313'te qəbul elədi. Bəli, xristianlığın açıq ibadətinə icazə verdi. Özü icazə ölən verdi. zamanı, o can verən zamanı, o ruhu bədəndən çıxan zamanı qəbul elədi. Kimlər hansı dinləşsə sitayiş eləyə bilər, açıqca sitayiş eləyə bilər xristianlığı. Ülker müəllim, eradan əvvəl 27-ci ildə Oktavian Avqust nə etdi? Eradan əvvəl 27-də Oktavian imperator oldu. Ay, sağ ol, düzdür, imperator oldu. Könül müəllim, 115-117-ci ildə Mark Trayan nə etdi? Mark Trayan işğalçı yürüşlər elədi. Harari. Mesopotamiya idi, səhv eləmirəmsə. Aha. Mesopotamiya idi. Bir də Parfiya tərəfə. Parfiyanın paytaxtı Ketesifonu. Ksesofon şəhərinə hücum elədi, amma üsyanla əlaqədar geri qayıtmalı oldu. Yəni tutmadı. Amma Parfiyanı tamamilə tuta bilmədi. Hə, də Parfiyanı tutmadı. Onu demək Parfiyanı istəyirəm. tamamilə tuta bilmədi. Ərəbistan yarımadasının bir hissəsini tutdu elə bil ki. Kilikiyanı tutdu, Mesopotamiyanı tutdu. Ülker müəllimə. Ülker müəllimə eşidirsən? Bəli. İskəndəriyyəni Oktavian nə vaxt tutdu? Hə, İskəndərin Oktavian eradan Bəli, və 31-də nə etdi? 31-də Aksib dəniz döyüşü. Bəs 332-də Misiri kim tutdu? 332-də Makedoniya İskəndər müqavimətsiz. Könül, Bəli. Hindistanı nə vaxt tutdu İskəndər? 327-də. Bəli, düzdür. Ülker müəllim, Vizantiya nə vaxt köçürüldü paytaxt Roma imperiyasının? 95-ci ildə. 330-cu ildə Konstantin köçürdü. 330'da köçürüldü, 395'te 2 yerə bölündü. Bəli, 2 yerə İdarəetmə bölündü. Düzdür. Ülker müəllimə, Konfutsi təlimi nə vaxt yayılmağa başlamışdı? Konfut təlimi 6-5. 6 neçə 5? Və eradan əvvəl 6-5-ci. Könül müəllim, Gilgamış dastanı kimlərindir? Gilgameş dastanı Şumerlərin. O nə vaxt Het-Hürri dilinə tərcümə olunub? Bilmirəm, yadımda saxlayamıram. Eradan əvvəl 2-ci minillikdə. Hə. 2-ci minillikdə. Ülker müəllim, bərəkətli aypara hara idi? Mesopotamiya. Bəli, Mesopotamiya idi bərəkətli aypara. Misirdə
sahillərinə doğru da ərazi ora daxil idi. Bəli. Qızıllar ülkəsi də Misirdir. Misirdə və Şumerdə ilk yazı nə vaxt meydana gəldi Ülkər müəllim? İlk o piktoqrafik yazını desək eradan əvvəl 4-cü minillikdir. Sonra heroqliflər Misirdə 4-cü minilliyin sonları, səhv eləmirəmsə, Şumerdə də yenə 4-cü minillik mixi yazı. 3-cü minillik idi mixi yazı Ülkər müəllim. 3-cü minillik idi. Könül müəllimə. Şampolyon neynədir Könül müəllim? Şampolyon 1822-də səhv eləmirəmsə Rosetta daşını Fransaya apardı və o Rosetta daşının üstündə Rosetta daşını Şampolyon aparmayıb, Napolyon aparıbdı. Amma oxumağı Napolyon apardı. Hə, o işğalçı yürüşlər zaman o Napolyon aparıb, o üstündəki Rosetta daşını oxuyubdu. Orada Kleopatra sözünü bir də kişinin adı nə idi? Tarixçinin adı nə idi? Onun adını oxuyub. Herodotun. Ptolomey. Ptolemeyin adını oxuyur. Ülkər müəllim, aşağı-yuxarı Misir padişahlığı nə vaxt yarandı? Eradan əvvəl 4-cü minilliyin ortalarında. İkinci yarısı. Hə, ikinci yarısında. Minilliyin sonunda nə etdilər? Bunlar arasında döyüş olur və yuxarı Misir qalib gələrək Günəş Ahadiyyə gəlir 3000-ci ildə. Nətəri? 3000-ci ildə, yəni 4-cü minilliyin sonunda da ən axırıncı il, 3000-ci ildə eradan əvvəl Minaşah hakimiyyətə gəlir, paytaxtı Pib olan, Memfis olan, daha doğrusu Misir dövlətinin əsasını qoyur. Düzdür. Könül müəllim, Çati nə işə baxırdı? Çati şahın yaxın adamı idi, təsərrüfat, maliyyə, məhkəmə işlərinə, vergilərə nəzarət edən şəxs idi. Təsərrüfata, məhkəməyə, Firon dəftərxanasına, dövlət xəzinəsinə başçılıq edirdi. Düzdür. Ülkər müəllim, An nə idi, Amon nə idi, İştar nə idi? Deməli, An Şumerlərdə baş tanrıdır, Amon Misirdə baş tanrıdır. İştar isə Lullubilərdə baş tanrıdır, səhv eləmirəmsə. Yox, Babil şəhər dövləti, Babildə idi, iki çay arasında idi. İştar eləmi? Bəli, İştar onların Allahıdır. Düzdür, Anubanin deyir ya, yaduza salın, orada öz təsvirini İştarla bərabər qoymuşdu, düzdür. Batır dağında hansı ki Sarınul abidəsi var, ha? Bax, bunu da göstəririk. Bax, burada iki çay arasında, yəni Mesopotamiyada yaşayan Şumerlərin, Babillərin də Allahıydı. İştar hansı şəhərin darvazalarının biri onun adını idi? Babil darvazasının. Ay, sağ ol, neçə darvazası var idi? 8 darvazası var idi. Biri İştarın. Bax, o Şumer əhalisi Hindistanla nə vaxt hələ deyirik ki, ticarət əlaqələri aparıblar? Şumer Hindistanla Hə də, o Şumer əhalisi ki var idi ya, onlar Hindistanla hansı ki ticarət eləyiblər, mal mübadiləsi eləyiblər. 3-cü minillik. Bəli, 3-cü minillikdə eləyiblər, düzdür. Könül müəllim, Aşura nə vaxt Babil tabe edildi? Aşurlara Babilin tabe olmalı. Hə, Babilin Aşurlara tabe olmağı. Babilin Aşura, o da 2-ci minillik. Bəli, eradan əvvəl 2-ci minillikdə. Sonra 7-ci əsrdə o yenidən o hansı ki, əvvəlki kitablarda Ülkər müəllim Nabi Palasar deyir ki, 636-cı ildə eradan əvvəl Babilistan, yeni Babilistan şahlığını yaradır, yüksəlişi baş verir. Amma indi elə 7-ci əsr götürürük də, əsr kimi da ili vermirlər. Misirlərin gəlişidir də. Bəli, Ülkər müəllim, bu kasta quruluşu var idi. Kasta quruluşu harda idi? Hindistanda. Nə vaxt o dəqiq vəzifələri müəyyənləşdirilmiş insanlar qrupuydu. Nə vaxt yaranmışdı? 12-ci əsrlər. Bəli, eramızdan əvvəl 12-11-ci yüzilliklər Hindistanda neynəmişdi? Kasta quruluşu meydana gəlmişdi. Könül müəllim. Könül müəllim, bu Yunanların Homeri var idi.
Aha. O hansı əsərləri yazmışdı? İlyada və Odiseya əsərlərini yazmışdı. Bəli. Onu özü nə vaxt yaşamışdı? Onun əsərləri nə vaxt yazıya alınmışdı? Hə, özü çox əvvəl yazıları amma çox sonra oldu. 8-ci əsrdə yaşayıb. Hə, yazıya alınmağı nə? 6-cı əsr. 5-ci Bəli, 6-cı Beşinci. əsrdə isə Altıncı. yazıya alınıbdı. Yaxşı müəllimlər, dərsimiz bu qədər.